Salam. Çevriliş barədə soruşursunuz. Bəli, cəhd olacaq. Yəni bu indi məni nəyə başa gələcəm mən bilmirəm, amma cəhd olacaq. Yəni həm prezidentin Avropada gedəndə o çıxışlar, mitinqlər və Avropada o neqativ fikir formalaşması, diktator fikir formalaşması cəhddir. Yəni belə deyək. Daxildə qanunların sərtləşməsi, yəni onu göstərir ki, yəni qanun da sərtləşməsini, yəni onlara sərf edir. Çünki artıq bu aktivistlər də gedəndən sonra çevriliş baş versə, bu indiki çəpik döyənlər, bu sosial şəbəkədə, televiziyada sabahda onları çəpik döyəcək. Yəni qalxası deyirlər onlara qarşı. Bu faktdır da, yəni olan söhbət edirik yəni. 5-10 nəfər fikirlərində gələndən sonra 5-10 nəfər ikinci dərəcəli aktivist həbsdən azad edəndən sonra düzə də çevriliş deyil. İnqilabdır. Biz inqilab eləmişik. Yəni bu da